Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Türkiye Prezident Administrasiyasından məlumat verilib. Telefon danışığı zamanı İsrail-İran münaqişəsi, iki tərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Rusiya İstanbulda verdiyi vədləri yerinə yetirib. Bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 6060 zabit və əskərinin cəsədi qarşı tərəfə təhvil verilib. İsrailin İrana qarşı hücumlarına iki düşərgəyə bölünmüş beynəlxalq ictimaiyyətin reaksiyası hamı üçün yaxşı dərsdir. Bu sözləri Kremlin sözcüsü Dmitri Peskov deyib. Peskov baş verənlərin İsrailə heç bir sanksiyaya səbəb olmadığına diqqət yetirdiklərini deyib. Biz görürük ki, beynəlxalq ictimaiyyət baş verənlərə verdiyi qiymətlərdə prosesi pisləyənlər və onu dəstəkləyənlər, buna haqq qazandırmağa çalışanlar düşərgəsinə bölünüb. Biz bunu etiraf edirik. Əlbəttə bu, hamı üçün çox yaxşı dərsdir. Cümə günündən bəri İran İsrailə təxminən 350 ballistik raket atıb və İsrail ordusunun yeni statistikasına görə onların əksəriyyəti ələ keçirilib. Bu barədə Times of Israel məlumat yayıb. Məlumata görə, qarşıdurma başlayandan bəri İranın ballistik raket hücumları nəticəsində ümumilikdə 24 nəfər həlak olub. İranın ballistik raket atışlarının əksəriyyəti əhalinin sıx məskunlaşdığı Təl-Əviv və Hayfa, qismən də Beyşeva bölgəsinə yönəlib. İranın hüquq-mühafizə orqanlarının əməkdaşları Lorestan əyalətində İsrailin kamikaze dronlarını və partlayıcı maddələr daşıyan iki yük maşınını saxlayıblar. Məlumata görə, yüklərin daşınmasını İsrailin Mossad Kəşfiyyat Xidmətinin agentləri həyata keçiriblər. Daha əvvəl Noir News agentliyi Mossadın İranın daxilindəki hərbi obyektlərə zərbələr indirmək üçün bu tip dronlardan istifadə etdiyi barədə məlumat yaymışdı. İsrail ordusu Hayfa nüvə obyektinə zərbə indirib. Ərazidə yanğın baş verib. Hayfa obyektinin vurulmasından sonra İsraildə elektrik kəsintiləri yaşanır. İranın ali dini liderinin müşaviri Əli Şamxani İsrailin hücumundan sağ çıxıb və xəstəxanadadır. Bu barədə İran mediası məlumat verib. İSNA həkimlərə isnadən qeyd edir ki, aldığı xəsarətlərin ciddiliyinə baxmayaraq, hazırda Şamxaninin vəziyyəti stabildir. Qeyd edək ki, iyunun 13-də İsrailin hücumu zamanı İranın ali rəhbəri Seyid Əli Xameyninin müşaviri Əli Şamxaninin iqamətgahında yaralandığı və xəstəxanada öldüyü açıqlanmışdı. Pakistan İranla sərhədini tamamilə bağladığını elan edib. Buna səbəb müharibədən qaçan bir qrup İranlının Pakistan ərazisinə daxil olmasından sonra baş verib. İran Təl-Əviv və Hayfaya ötən gün axşam saatlarında zərbələr indirərkən HIPSS raketlərindən istifadə edib. Bildirilib ki, döyüş başlıqları İsrailin raketdən müdafiə sistemini asanlıqla yarıb və nəzarətdə tutulan hədəfləri vurub. Agentliyin məlumatına görə İranın İsrailə qarşı HIPSS raket zərbələrinin sayını artıracağı ehtimal edilir. İsraillə 4 gündür davam edən silahlı qarşıdurma fonunda İran prezidenti Məsud Pezeshkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təqzib edib və xalqa birlik çağırışı edib. Pezeshkian bu barədə parlamentə çıxışında deyib. Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu qeyd edib və enerji məqsədi ilə uranın zənginləşdirməyə davam edəcəklərini bildirib. Fərqliliklərimizi bir kənara qoyub, soyqırımçı və cinayətkar düşmənin təcavüzünə qarşı güclü durmalıyıq. Düşmən bizi döyərək, öldürərək və sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər bir qəhrəmanın yerinə onu qaldıracaq yüzlərlə qəhrəmanımız var.
Sepahı yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülür. İddia isə belədir. Azərbaycan İsrailə neft satır, Siyonist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir. Ermənistanın işğal siyasətinə açıq dəstək verən erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır. Bunu prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı izah etmişdi. Neft bazarının qaydalarına görə o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil. Orada onlarla trader var. A trader B-yə satır, B trader C-yə satır. Bunun sonda kimə və hara satıldığına zaten sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhan limanına Azərbaycan nefti gəldi. Neft Ceyhanda gəmiyə doldu. O gəmi Aralıq dənizinə çıxdısa, o sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır. Sepahı yaxın medianın İsrailin hücumu önündə Azərbaycanı ittiham etməsinin məqsədi Arazın ot ayındakı soydaşlarımız qarşısında rəsmi Bakını ittiham altına salmaq, ictimai rəydə günahkar obrazını yaratmaqdır. Çünki müharibənin gedişatında rejimin ölkəyə nəzarəti itirmək riski var və bu ssenaridə cənubdakı soydaşlarımızın üst tutacağı və onların gələcəyini düşünə biləcəyi yeganə dövlət Azərbaycandır. Rejim bu cür iddialarla Bakı-Təbriz xəttinə nifah toxumu səpməyə çalışır. Belə iddiaları geniş kampaniyaya çevirə biləcəkləri də istisna deyil. Tehranı təxliyə edin, hərəkətə keçirik. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. İsrail mediasında isə Netanyahunun bu sözlərinin İsrail tərəfindən Tehrana çox güclü zərbələrin endiriləcəyi anonsu kimi təqdim olunur. İsrail İran ərazisinə hücumları ilə bölgədə hərbi əməliyyatlar sahəsini genişləndirməyə və yaxın şərqin xəritəsini yenidən cızmağa çalışır. Bunu İraqın baş naziri Məhəmməd Sudani deyib. Sudani, İsrailin təcavüzünə son qoymağa və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb. Türkiye Prezidenti Rəcəb Tayyip Erdoğanla İran Prezidenti Məsud Pezeshkian arasında telefon danışığı başlayıb. Bu barədə Türkiye Prezident Administrasiyasından məlumat verilib. Prezident Erdoğan, İsrail-İran münaqişəsi ilə bağlı xarici liderlərlə bir sıra təmaslar keçirdiyini və Türkiyənin münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıtması üçün vasitəçi olmağa hazır olduğunu qeyd edib.